Salam Kəmalə xanım. Bu günləri mən sənin qonağın oldum. Xoş gəlmisiniz. Hə, gəldim. Kəmalə xanımı çox sevirik hamımız. Kəmalə xanım vaxtı ikən Gecə Akademiyasının Şirniyyat qrupunun tələbəsi olubdu. Çox başaracaqlı da olubdu. Düzdür, mən yemək bölməsin deyəm. Amma həmişə bizə gələndə o şirniyyat müəllimələri dedi Kəmalə xanım, Kəmalə xanım, Kəmalə xanım, ancaq Kəmalə xanım idi. İndi şükürlər olsun Allaha Kəmalə xanım, bax görürsünüz gözünüzün qabağında canlı bir müəllimədir. İndi o sizə öyrədir. Yəni çox başaracaqlıdır. Daha da yüksəklərdə olasınız Kəmalə xanım. Sizə hər şey halaldır həqiqətən də. Əlləriniz qızıldır. Başaracağınız gözəldir. Siz biz hamımız çox sevirik həqiqətən də. Çox gözəl xanımsınız. Həm qabiliyyətli, əlləriniz qızıl, belə deyəm, qızıl əlinə Kəmalə xanım belə deyəm mən həqiqətən də. Amma siz də çalışın ki, Kəmalə xanım nə eləyirsə onları götürün. Bayaq o xanım deyir, Kəmalə xanım kimi yüksəkdə olun. O xanım deyir ki, yəni biz ola bilərikmi? Niyə öz-özə inamsızlığı yaradırsınız? Deyir, bəli, olarıq. Daha da yüksəklərdə ola bilərsiniz. Hər şey sizdən asılıdır. Başaracağınızdan, öyrənməyinizdən. Yəni, belə bir gözəl, başaracaqlı bir xanım sizə dərs deyirsə, özü də bu yolları keçib, bu keçdiyi yolları sizə də öyrədirsə, demək, əlbəttə, siz də həmən bu zirvələrdə olarsınız. Bu günləri nə bişirirsiniz inşallah? Soçi paxlavası hazırlayırıq, hal-hazırda. Nə gözəl, nə gözəl. Xanımımız tamamlama işlərini qoyur. Maşallah, əl qabiliyyətlə tamamlarımız da gəlir ora. Can. Birinci yiyim mən bax. Kəmalə xanımın əlinkidir 100%. Sizə uğurlar olsun bir daha. Allah razı olsun, çox sağ olun. Daha da yüksəklərdə olasınız hamımız. Amin. Hamımıza uğurlar arzu edirəm, əziz tələbələr, hamımıza. Amin. Xoş günlər, uğurlar arzu edirəm. Daha yüksək zirvələrə inşallah hamımızı görək. Amin, ya Rəbbim, amin, amin. Allah sizə can sağlığı Sağ versin ol canım, ailəmdən. sağ ol canım, sağ ol. Sağ ol. Sağ olun.